Vegetarianlar, hətta onların biraz da qatı vegetarianlar hesab edir ki, ət insan orqanizmi üçün təyin olunmayıb. Yəni onu həzm eləmək gücündə deyil. Bəli. Amma bəziləri də deyirsə, ət həddindən artıq kalorili və insan üçün vacib qidadır. Belə bir iki fikir var. Sizin bir həkim... Var orada münasibətim. Ət ümumiyyətlə insan qidası deyil. Mən də o şərikdəyim. Mən sosial şəbəkədə böyük rəqəmlərlə paylaşımlar var. Məni orada didirlər insanlar, o ət yeyən xəstələr. Bax, mən ət yemişəm, onu görmüşəm. İndi deyirlər ki, bir quzuyu sağ kəsmişəm, ay doktor. Ondan bir insafın yoxdur. Deyirəm, vallahi andım yoxdur, yeyə bilərəm, yemərəm. Deyir, niyə? Deyirəm, mən əsəbi pozğun adam idim o ət yeyəndə. Evdə 5 dəqiqə yeməyə vaxt keçən kimi başım ağrıydı, başım fırlanırdı, evi dağıdırdı. Bu gün mən günlərlə ac qalım, eləcə suyumu ver, mən hiss eləmirəm. Rahatam. Tələbə yoldaşlarım, sinif yoldaşlarım, insan nə qədər dəyişəcək? Nə cür dəyişdim? Deyirəm, ətdən imtina elədim. Neçə ildir ətdən istifadə edir? İndi 30 ildir. Artıq keçdik 30 ildir. Ümumiyyətlə ət istifadə edir? Yox, eləmirəm. Yox, ağ ət, yəni quş əti və balıq istifadə edirəm. İndi orada nədən gedir söz? Mexanizm nədir? Bunu deyirəm, deyirlər ki, orqanizmə lazımdır, deyirəm, bax, mən o zülalı daha təbii ala bilirəm. Ətə verdiyin sən daha asan qoz ləpəsi yeyə bilərsən, fındıq yərsən, badam yərsən. Onları da almağa gücüm çatmasa noxud yərəm, lobya yərəm. Çox asan həzm olunur. İnsanın elə bir 10 enerji vahidi var. Sən ət yeyəndə, baxı, görür ki, bunu həzm eləmək üçün o enerji vahidinin böyük hissəsi gedir ona. Həzm getmir. Çünki ona mədə turşuluğu həzm eləyir və onu eləmək, siz bizdə yeyirik kartof, digər vasitələri, mayeni, salatı həmin anda istifadə edir. Mədə turşusunu aparır. Yazıq ət qalır orada, fırlana. Keçir bağırsağa, bağırsaq daşıyadanır. Bir insanda 4 kilogram bağırsaq daşıyadanır. Bu adam deyir, ay Allah, mən heç eləməmişəm, niyə yorğunam? Mən niyə qəbzəm, niyə köpəm? Niyə yaddaşım itir? Niyə yuxum yoxdur? Başa düşmür ki, bağırsaqda olan 4 kilogram daş onun həyatını bitirir. Daimi yükdür. Tək ətdən yox. Orada mənim biraz baxışım. Məsələn, ət xörəyinə, ümumiyyətlə xörəyə qatıq tökən adamları qəbul eləmirəm ki. Qatığı töydünsə, bu xaşı həzmə aparan mədədə turşu yox. Qatıq götürdü, getdi. İnsanlara mən həmişə deyirəm ki, xəmir yeməyin, yəni vermeşil, makaron, un məmulatlarından istifadə eləməyin. Xərçəngin bu gün əmələ gəlməsində çox böyük risk faktorları elmi şəkildə isbat olunur ki, orada ət xörəkləridir, xəmir xörəkləridir və şirniyyat.